İmişlidə bir ailənin 3 üzvü yaşadıkları mənzildə dəm qazından boğularaq ölüb, ikisi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisə İmişli rayonunun Bəhramtəpə qəsəbəsində qeydə alınıb. Faktla bağlı hüquq mühafizə orqanları araşdırma aparırlar. 53 yaşlı piyadanı avtomobil vuraraq öldürüb. Hadisə Qax rayonunun Ləkit kənd ərazisində baş verib. Hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən piyada 53 yaşlı Bakı şəhər sakini Həsənov Natiq Tofiqoğlunu vurub. Ağır bədən xəsarətləri alan Natiq Həsənov hadisə yerində dünyasına dəyişib. Hadisəni törətməkdə Zaqatala şəhər sakini Turan Əsədov şübhəli bilinir. Qeyd edək ki, təqsirləndirilən şəxs Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsinin müdiri vəzifəsində çalışır. Faktla bağlı araşdırma aparılır.